O kiçik bəhrə adamları aldadır. Şeytan bununla insanları aldadır. Kiçik bəhrə daha böyük bir xeyirdən saxlayır insanları. Daha böyük bir zərərə səbəb olur. Bu mövzular çox düşündürücüdür. Əleyhissalam nə buyurur? Deyir ki, qaniətən nəfsu. Təqvalıların sifətlərini sayır, gəlir deyir, nəfsi qanidir. Yəni bu insan axirəti dünyadan üstün tutur. Ruhən böyük olur, qüdrətli olur. Dünya ona təslim olur. Ruzi qazanmaqda azaqani olmur. Bunu yadda saxlayın. Mömin adam deyil ki, qazanmaqda azaqani olsun. Kim bunu desə, deyin sən səhv deyirsən. İslam demir, qazanmaqda azaqani ol. Biraz qazandım, bəsdir. Bunu din demir. Daha çox qazanır mömin. Amma o ki, qanidir, ruhən qanidir, o qədər qüdrətli olur ki, var dövlət buna hakim olmur. Bu var dövlət hakim olur. Bu dünyadan daha çox bəhrələnir. İslam demir, qazanmaqda azaqani ol. İslam deyir, gözün tox olsun. İki dənə fərqli sözdür bu. Gözün tox olsun. Yaxşı, bəs motivasiya nədir? Bizi nə həvəsləndirsin dünyanı qazanmağa? Axı, din deyir, dünyaya rəğbətin olmasın. Dünyada azaqani ol. Yaxşı, azaqani ol, rəğbətim olmayan bir şey. Bir şey ki, mənim o qədər rəğbətim yoxdur. Onu qazanmaq üçün məni nə həvəsləndirməlidir? Motivasiya nə olmalıdır? Motivasiya sadə bir cümlə ilə deyək, Allah dünya qazanmağı ibadət hesab edir. Bəsdir bu. Allah dünya qazanmağı ibadət hesab edir. Allahın xoşuna gəlmək istəyirsənsə, bir yolu ruzi qazanmaqdır. İşləməkdir, çalışmaqdır. Onda insan yorulmur. Çünki özünü Allaha göstərir. Allahın xoşu gələn işi görür. Din demir, maddi baxımdan zəif ol. Din deyir, ruhən güclü ol. Bunlar iki fərqli anlayışlardır. Din demir, kasıb ol. Deyir, ruhən qüdrətli ol. Mənəvi gücün olsun. Din deyir, həris olma, əsir olma. Hakim ol dünyaya, tənbəl də olma. Tənbəl olma. Şövqlə iş gör. Nə üçün şövqlə iş görüm? Qazandığıma rəğbətim yoxdur axı, yox. Məsələnin önəmi başqa şeydədir. Allahın xoşu gəlir sənin ruzu qazanmağından. Bəs başqa nə üçün yaşayırsan? Allahın alın tərindən xoşu gəlir. İndi mən burada danışıram, mənim də işim budur, danışmaq. Mənim alnımdan tər axırsa, mən indi Allaha ibadət halında olaram. Bir fəhlə gedir işləyirsə, alnından tər axır, əli qabardırsa, Allahın xoşu gəlir. Xoş gəlir bundan. Ona görə deyir, ibadət 10-dursa 9-u halaldan ruzu qazanmaqdır. Başqa nə motivasiya axtarırsan? Bunu sadəcə düz təbliğ eləməmişik. Düz təbliğ eləməmişik.